Viskos süni parçalı viskos lifləri əldə olunur. Viskoslar adətən belə deyim də nələrdən hazırlanırlar? Viskoslarda küşnər ağacı oduncanı heç bir yonqarını, yəni heç bir qaşıq əlavə olunmadan hazırlanırlar. Adətən onlar parıltılı, tutqun səthli olurlar. Həmçinin onların parıltılığını da, demək ki, qalınlığını da dəyişməklə onlara ipək, pambıq, yun görüntüsünü vermək mümkündür. Qalınlaşdırmaqla da kətan görüntüsünü vermək mümkün olacaqdır. Möhkəmlik baxımından təbii ipəkdən viskoslar geri qalırlar, amma ki, nəmliyi 50-60% aşağı olurlar. Yəni davamlılığı demək ki, bunlar çox olurlar. Həmçinin belə deyim də, pambığa nisbətən nəmi yaxşı, demək ki, belə deyim də, pis hopdurmurlar. Pis olurlar. Saxlanmasına şərait yaradırlar. Viskos lifləri yanarkən pambıq kətan kimi yanırlar. Bunları yanarkən boz rəngdə, belə deyim də, boz rəngdə küllərə əmələ gəlirlər. Kağız, demək ki, yanarkən kağız iyi verməsidir. Boz rəngdə küllərə əmələ gəlməsi ilə seçilirlər. Həmçinin bunlarda qələvi turşularından qarşı demək ki, həssas olurlar. Sonra asetdan 3 asetanına gəldik. Bunlar da təmiz selozdan yox, aset selozlarından hazırlanırlar. Bunlar xarici görünüşlərinə görə ipəklərə bənzəyirlər. Bənzərlikləri çoxdurlar. Möhkəmlikdən geri qalsa da, viskozlarda möhkəmlikdən geri qalsa da, nəmi pis hopdursa da, lakin onlar demək ki, tez qurumasına şərait yaradırlar. Asetdan 3 asetanlar, onlar elastik olurlar. Yaxşı pliste zamanı yaxşı formalarını saxlaya bilirlər, dartıla bilirlər, əzilmirlər, formalarını asanlıqla saxlaya bilirlər. Asetanlar 210 dərəcədə, 3 asetanlar 300 dərəcədə demək ki, yəni temperatura tab gətirə bilirlər. Sonra gəldik burada demək ki, ərimə müddətidir, ərimə müddəti. Hə, ərimə müddətidir. Sonra gəldik, orada poliefir var. Poliefirə polistreldir, lafsandır, kriplen aid edirlər. Bunlar az əzilirlər, möhkəmdirlər, adətən elastik olurlar, elastik olurlar, möhkəm olurlar. Həmçinin yumşaq, elastik, möhkəm. Bəli, yumşaq, elastik, möhkəm olurlar. Zərərli mikroorqanizmlərə qarşı yaxşı davamlı olurlar. Həmçinin onlar yanarkən iysiz əriyirlər, amma bərk kürəcək əmələ gətirirlər. Digərlərindən də gəldik poliamidə, demək ki, neylonda, kapronda dederon aiddir. Bunlar digərlərindən seçilən parça növlərindən biridir. Adətən yüksək möhkəmliyi ilə seçilirlər. Həmçinin yüksək möhkəmliyi seçilməsi bu digərlərinə nisbətən iysiz ərsə də, amma yumşaq kürəcək əmələ gətirirlər. Bunun çatışmayan cəhəti odur ki, demək ki, təsirə belə deyim də, həssas olurlar. Yüksək hərarətə həssasdır və hopdururlar. Az əzilirlər, yaxşı davamlı olurlar. Həmçinin digərləri gəldik ən sonuncu elastandır. Elastan lycra da adlandırırlar. 7 dəfə öz formasını bərpa edə bilirlər. 7 dəfə dartıb yeni əvvəlki formasına qaytara bilirlər. Ondan bədənə kip oturan paltarlardır, yəni corablardır, trikotajlardır, hazırlamasında istifadə edirlər. Onlar da möhkəm olurlar, az əzilirlər. Belə deyim də, bunlar elastik olduqlarına görə bədənə heç bir təsiri yoxdur. Rahatlıqla yəni dartıla bilirlər. Sonra gəldik digər məlumatın çox hissəsi, məsələn, paltarlarımızın qolları da aşağı, ətəklərimizin aşağı hissələridir. Bunlarda, yəni bunlar tikişlər, bunların yerinə yetirilməsi zamanı bunlar tikişmək lazım gəlir. Bunlar üçün ən yaxşı üsullardan biri gizli bastırma tikişləridir. Gizli bastırma tikişi parçanın üst tərəfində görünmədiyinə görə bunlar gizli bastırma tikişləri adlandırırlar. Adətən bu gizli bastırma tikişində parçaya uyğun rəngdə saplardan və yaxud da bir az tünd rəngdə olan saplardan istifadə etmək lazımdır. Bunlar məlumatın üst tərəfində görünməyən kəsiklərin alt hissəsinin qatlanmış kənarlarla birləşdirilməsi deməkdir. Tikişlərin müxtəlif növləri vardır. Bunlar hansılardır? Düzdür, çəpinə. Bu tikişlər düz, çəpinə və bir də xatvari tikişlər vasitəsilə tikilirlər. Gəldik birinci düz tikişlərə. Düz tikişlər hansılardır? Düz tikişlər, belə deyim də, düz tikişlər necə yerinə yetirilir? Həm bağlı kəsik, həm də nişanlanmış kəsikli tikişlərdə yerinə yetirilir. Həm tikiş məlumatına, həm də qatlanmış kənarının demək ki, tərs üzünə çevirməklə sağdan sola istiqamətdə yerinə yetirilir. Burada sap qat xəttinin 0,13 hissəsindən keçirilir. Keçirildikdən sonra isə, belə deyim də, orada yenidən üst hissəsinə çıxmaqla 0,5 hissəsinə bərabər uzunluqda ara məsafəsi qoyulur. Yenidən tikişlər aparılır.
Sonra var orada çəpinə tikiş var. Çəpinə tikişin də yerinə yetirməsi zamanı da belə deyim də, burada da kənarı süzülmüş tikişlər aparılır. Həm demək olar ki, bağlı kəsilib bastırma tikişi vasitəsilə aparılır. Bu tikişdə sap necə yerinə yetirilir? 0,1 hissəsindən seçilir. 0,1 hissəsindən sağdan sola istiqamətdə yerinə yetirilir. Adətən burada tikişin uzunluğu 0,2, 0,3 santimetrdir. Sonra ikinci tikişdə 0,3, 0,5 santimetrli məsafədə yerinə yetirilərək ikinci tikişlər aparılır. Xaçvari tikişlərə gəldik. Xaçvari tikişdə ən sonda belə deyim də, bunlar qalın tikişlər, yəni kənarları qalın tikişlərin yerinə yetirməsində aparılır. Xaçvari tikişlər həmçinin də onların kənarlarını qatlayıb da tikmək mümkündür. Kənarlarını qatlayıb tikirsən, əsas hissədən demək olar, əsas hissədən 0,1, 0,2, qatlanmış hissədən 0,1, 0,2, əsas hissədən qalınlığın yarısına qədər keçirirlər. Sonra qalınlığın yarısına keçirdikdən sonra sağdan sola istiqamətdə tikişlər aparılır. Orada sap hissəsinin kəsiyi 0,2, 0,3 sm məsafədə ara qoymaqla tikişlər yerinə yetirilir. Yox, ara qoymaq üçün 0,3, 0,5-dir. Hə, 0,3, 0,5-dir. Hə. Sonra orada gəldi köbənin biçilməsidir. Demək olar, emal paylarının biçilməsində yerinə yetirilir. Əl ilə yerinə yetirilən tikişlərdən biri hesab olunur. Həm demək eninə, çəpinə düz köbə, 45 dərəcə buza qaldığında çəpək köbə biçilməsi həyata keçirilir. En kəsiklərinin kənarlarını düzəltməklə yerinə yetirmək lazımdır. En kəsiklərindəki həmin kənarındakı bir dənə sapı çıxardırsan, kəsiyini, o sapın istiqaməti ilə kəsimi yerinə yetirirsən. Birinci köbənin uzunluqlarını qeyd edirsən, sonra köbənin özünü qeyd edirsən. Nişanlanmış xətt üzrə köbənin kəsilməsi həyata keçirilir. Sonra gəldiksə, orada çəpəci köbəcində biçilməsi də onlar düz bucaq altında yerinə yetirilməlidir ki, onlar 45 dərəcə bucaq altında həyata keçirilir. Bunun da yerinə yetirilməsi, onu belə deyim, bir dəfə qatlarsan, bir dəfə qatladığın istiqamətdə kəsirsən, onların yerlərini nişanlaya bilərsən. Təbaşirlə, karandaş vasitəsilə, sabun məhlulunla, bunlar vasitəsilə də nişanlayaraq da kəsimi yerinə yetirmək olar. Əgərlərin orada uzunluq köbəyə ehtiyac olarsa, burada 2-3 dənə qısa köbələrdən istifadə edirsən, hazırlayıb yerinə yetirə bilərsən. Yox, 2 və daha artıq. Hə, 2 və daha artıq. Sonra da ən sonda onların biçilməsini üst-üstə qoyursan, qoyduqdan sonra isə kəsimi yerinə yetirsən. O da səhv etmirəmsə 0,3, 0,5 santimetrlikdə yerinə yetirilməsi belə həyata keçirilir. Naxışvurmada, ən sonuncu dərsimizə gəldik. Naxışvurmada kobud, mahudlu sıx parçalar üzərində tikişlər yerinə yetirilir. Ən nazik isə batistli, bir də tüllər üzərində yerinə yetirmək. Bu incəsənət növlərindən biri hesab olunur. Həmçinin naxışvurma geyimlərə, panolara, digər məişət əşyalarının üzərinə bəzək vurması istifadə edirlər. Bunlarda demək olar ki, yundu, pambıqdır, ipək parçalardan da istifadə olunur. Bunların saplardan da istifadə edilir. Həmçinin bunların üzərində muncuqdur, mirvaridir, bəzədilməsi ilə yerinə yetirirlər. Parçanın üzərinə tikişlərin salınması ən yaxşı üsullarından biri də ilmək üsullarından biridir. Yəni ilmək üsulunda sap 2 qat götürülür. Sapı uzunluğu 2 dənə, yəni 2 qat sapdan istifadə olunur. Sapı 2 dənə uzunluğa götürürsən. Uzuna demək olar ki, sapları keçirsən, iynənin uzuna keçirsən, iynənin uzunu düyünləyirsən. İynənin uzunu düyünlədikdən sonra tərs tərəfindən üst tərəfinə doğru batırırsan, ilmək istisna olmaqla sapı dartırsan. Daha sonra isə yenidən geriyə qayıdırsan, tərsinə həmən ilmədən keçirdirsən, artıq ilməklə birlikdə çıxardılırsan. Bu ilmi üsullarından biridir. Gəldik iynə qabağa tikişi. İynə qabağa tikişdə də necə yerinə yetirilir? İynə qabağa tikişdə artıq burada belə deyim də,